Başlayaq Eva materialından. Eva soruşdunuz. Düzdür, o maşına yaraşmaz, amma yenə də yəni müştəri olaraq istəsəz sondan başdan hazırlayaq. Eva materialı budur. Qart, yüngül, əyilə bilən, yəni deformasiya ola bilən, neftin xam malıdır. Ona görə isti soyuq dəydikcə bu materialın tərkibi belədir. Yəni biz bunun ən keyfiyyətlisini satırıq, amma isti soyuq olanda bu material çöp verə bilər, əyilə bilər. Bu materialın tərkibi belədir. İstiyə də reaksiya verir, soyuğa da. 80 manata kavralit demişdim, o budur. 120 manata kavralit demişdim, o budur. Risimkalarını yaxından çəkirəm ki, biraz fərqi. 130 manata kavralit demişdim, o budur. Tükünün qalınlığı bəllidir. Rezinlərə keçək. Bu 100 manat bəhs elədiyimiz rezin budur. Bu 130 manat. Yumuşaq. Vuitton rezin var burada, 150 manat. Risimkanı da yaxından çəkim, qalınlığını da götürüm, qalındır. Bir də var rezinlərimizin için risimkasına görə ən gözəli naxış var. Naxışın içində də naxış var. Arxasında da var, eyni naxışlar arxasında da var. Həm qalındır, həm yumuşaqdır. 170 manat olan budur.